Salam değerli izləyicilər. Burada sualımıza gelirik ki, Rəvadi və Şəddadi dövləti mövcud olduğu dövrdə Azərbaycanda baş verməyib. Alan tayfaların yürüşləri Şəddadilər dövründə olub. Yəni onların qarşısını almaq üçün təbii ki, hansı ki, Şəddadi hökmdar Əbülüsvar Şavur Gəncə qala qapılarını inşa edib. Oğuz türklərinin məskunlaşması da olub. 1028 və yaxud 11-ci əsrin 30-cu illərində Tiflisin Şərqi Gürcüstanın Ərəb Əmirliyin mərkəzinə çevrilməsi, Şərqi Gürcüstanda Ərəb Əmirliyin mərkəzinə çevrilməsi, bu da var. Əbülüsvar Şavurun hakimiyyətə gəlməsi, Təbriz şəhərində güclü zəlzələlərin baş verilməsi. Deməli, Şəddadilər dövləti mövcud olduğu dövrdə Azərbaycan ərazisində baş verməyib. Azərbaycan ərazisində baş verməyib, yəqin ki, burada baxırıq, Əbülüsvar Şavurun hakimiyyətə gəlməsi olub. Təbriz şəhərində güclü zəlzələ baş verib. Tiflisin Şərqi Gürcüstan Ərəb Əmirliyi mərkəzinə çevrilməsi bu yanlışdır. Deməli, digər variantlar uyğundur. Yəni ona görə də burada C variantını götürürük. Oğuz tayfaları 11-ci əsrin 20-30-cu illərinə hücum edib, alan tayfaları da məsələn hücum edib, onların qarşısını almaq üçün Gəncə qala qapılarının inşa olunub. Növbəti sualda uyğunluğu müəyyən edin deyir. Uluqbəy Bağdadda Nizamiye mədrəsini açmışdı. Xeyr, bu Alparslanın dövründə Uluqbəy deyil. Mahmud Qaşqarlı ilk farmakologiya kitabını Çində yaradılıb, səhvdir. Xətib Təbrizi Ulduz Burcəyin dövrü adını qeyd eləmişdi. Bu da uyğun olmaz. Nizamülmülk 14-cü əsrdə yaşamayıb. Bu Nizamülmülk deməli hansı ki Səlcuq hökmdarı Məlikşahın dövrünədir. Deməli 11-ci əsrdə yaşayıb. Bu da yanlışdır. Ömər Xəyyam deməli Məlikşahın şərəfinə Cəlali təqvimi düzəldib. Burada Y uyğun cavab olur. Otçetin ikinci xaç yürüşünə aid Təbəriyə döyüşündə Haslar məğlub oldu. Bu üçüncü xaç yürüşünün səbəbi olmuşdu. Konstantinopol 4-cü xaç yürüşünə aiddir. Mosul hakiminin Edesiyanı tutmasına cavab olaraq başlandı. O cavabımız elə C variantıdır. Yürüş qalibiyyətlə yekunlaşmadı. Səhvdir. Sələhuddin Əyyubinin qüvvələr məğlubiyyəti ilə yanlışdır. Elə C uyğun cavab olur.